Bugünkü videomuzda saxta Toyota haqqında danışacağım. Deyəcəksiniz ki, saxta Toyota nədir? Elə şey də olur. Bəli, olur. Toyota BZ3X. Onun Toyota ilə əlaqəsi yoxdur. Bildiyiniz GC Ion'dur. Sizin bugün BZ3X dediyiniz maşın elə sizin bildiyiniz GC Ion'dur. Amma fərqə baxın. Mən əgər sizə çıxıb desəm ki, GC Ion alın, siz belə deyəcəksiniz. Ay, bu nədir? Bu maşın özünü sübut eləsin, nətər necə. Amma çıxıb deyəndə ki, Toyota BZ3X, ay aman, sən demə bu müsibət şeymiş, nətər imiş. Bax, görürsünüz nə qədərdir asandır sizi aldatmaq, yəni söz nəsil mənasında. Bu, o adamlara çox keçərlidir ki, o adamların maşından başı çıxmır. Bəs o adamlar dünyada nə qədərdir? 95%-in üzərində deyərdim mən. Bəs mən həmişə sizə nə deyirəm? Deyirəm ki, mənim sözlərimə diqqətlə qulaq asın. Qulaq asın ki, bundan bir xeyir tapacaqsınız. Yoxsa mən YouTuberam, nə bilim, aparıcıyam, nə bilim, ay aman mən reklam tutacağam. Bəziləri var deyir ki, qardaş indi tutuzdurub deyir, indi reklama keçəcək deyir. Bu nə istifadə edirsiniz qardaşsınız? Yəni siz mənim bir danışıqlarıma baxın, ondan sonra mənim dediklərimə baxın. Mən oturub sizdən ötürü sizin suallarınıza uyğun nəyisə analiz edib sizə sunuram türklər deməli. Elə mənim ağlım kəsmir. 10 dənə adam mənə yazıb ki, BZ3X nətər maşındır. Qiymətdə razıdır. Maşında razıdır. Deyir ki, müəllim, sən gətir alım. Ağlım kəsmir, mən ona maşın gətirim. Amma gətirmirəm. Niyə? İzah edirəm yenə də sizə. BZ3X tamamilə Kitay maşınıdır. Yəni bildiyiniz Kitay. Onun Toyota ilə əlaqəsi yoxdur. Bildiyiniz GC Ion'dur. İndi bir dənə də sizə bir xəbər verim. Hələ o çox məşhurlaşmayıb. Mazda şirkətdə bu yaxınlarda bir dənə maşının buraxacaq çox böyük ehtimal. O da bilirsiniz nədir? Changan Deepal var ya, Changan Deepal modeli. Onunla birəbir eyni şeydir. O da Kitayda çıxacaq, o da adı olacaq Mazda və siz onu Mazda kimi alıb sürmək istəyəcəksiniz. Amma o nədir? Changandır.